Burada bu gözəl hikmət olduğu üçün sədəqə bu cür xüsusiyyətli bir şey olduğu üçün nədir? Rəbbin qəzəbinin qarşısını alır. Ona görə də Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, "İnnes-sadaqata tudfi'u ğadabər-Rabbi" sədəqə Rəbbin qəzəbinin qarşısını alır. Hədisin ikinci hissəsi: "Və tədfa'u meytətəs-su'i" və neynir? Pis ölümün qarşısını alır. Meytətəs-su. Buradan bir neçə şeylər nəzərdə tutulur. Nəzərdə tutulan şeylərdən biri odur ki, sədəqə pis ölümün qarşısını alır. Yəni nəyin? Su'ül xatimə. Yəni insanın bu dünyadan su'ül xatimə ilə köçməsi, yəni ölərkən pis sonucla ölməsi, yəni insanın asilik üzərində ölməsi. Yəni mümkündür biriləri ölərkən zina üzərində ölsün, içki içərək ölsün, narkotik qəbul etdiyi halda ölsün, riba yediyi halda ölsün, istənilən asiliyin üzərində ölsün. Bunlar hamısı nədir? Su'ül xatimədir. Yəni insan pis sonuclanması, dünyadan köçərkən son nəfəsini asilik üzərində etməsi. Buna deyirlər su'ül xatimə. Sədəqə səbəbilə sədəqə bu halın qarşısını alır. Verilən sədəqə Allahın izni ilə bunun qarşısını alır. Pis ölümdən də qəsd olunan bir də nədir? Şiddətli ölüm. Verilən sədəqə həmçinin şiddətli ölümün qarşısını alır. Şiddətli ölümdən bir neçə şeylər nəzərdə tutulur. Yəni bir insan düşməninə əsir düşüb, düşməni tərəfindən amansızcasına öldürülə bilər. Vəhşi, yırtıcı bir heyvanın şikarına, ovuna çevrilə bilər. Bataraq ölə bilər, yanaraq ölə bilər. Hündür bir yerdən yıxılaraq ölə bilər. Uçqunun altında qalıb, məsələn, zəlzələnin altında qalıb, zəlzələ səbəbilə uçqunun altında qalıb ölə bilər. Bunlar hamısı şiddətli ölümdən sayılır. Təsəvvür edin insanın yanıb ölməsi, hündür yerdən yıxılıb ölməsi, batıb ölməsi, boğulub ölməsi, düşmənin əlinə düşür, düşməni amansızcasına işgəncə verərək, uzun müddət işgəncə verərək onu öldürür. Bunlar hamısı şiddətli ölümlər sayılır və sədəqə səbəbilə sən bunların hamısından qaranti olursan. Hətta fikir verin, Rasulullah sallallahu aleyhi ve sellemdən varid olmuş və Peyğəmbər sallallahu aleyhi ve sellemin tez-tez etdiyi dualarından da biri nədir? Allahım uçqun altında qalmaqdan, hündür yerdən yıxılmaqdan, boğulmaqdan və yanaraq ölməkdən sənə sığınıram. Niyə Peyğəmbər sallallahu aleyhi ve sellem bu kimi şeyləri qeyd edir? Çünki bunlar şiddətli ölümdür. Təsəvvür edin, biri yanır ölür, batır ölür, əziyyətli ölümlərdir. Və bu ölümdən qabaq insan çox şiddətli, dəhşətli hallar keçirir. Çünki bu ölümlərlə yanaşı çox şiddətli qorxu var.